Salam uşaqlar, bugün sizinlə 09.04.2023-cü il 9-cu sinif buraxılış imtahanlarına düşən suallarla tanış olacaq. Bu birinci səhifəm, bu ikinci səhifəm, bu da üçüncü səhifəmdir. Başlayırıq birinci sualdan. Birinci sualda sadə bir sual verir. X çıxılsın PY bərabərdir 4. Qrafik hansı vaxt -1, -5-dən keçər? Qiymətləri yerinə qoyuruq. -1 çıxılsın P vurulsun -5 bərabərdir 4. -1 üstə gəlinsin 5P bərabər 4. 5P bərabərdir 5-ə. Çünki bir bu tərəfə keçdi. P də bərabərdir 1-ə. Şimdi bizdən də bunu soruşurdu. İkinci sual. A çıxılsın B. A üstə gəlinsin B bərabərdir 23. A da B-də natural ədəd olarsa AB hasilini tapın. Biz bilirik ki 23 ilə 1-in hasilidir. Cəmi 23. Fərqi isə biz 1 deyirik. 23 A çıxılsın B-də 1. Alt-alta toplayıram. 2A bərabərdir 24. A bərabər 12. Yerinə qoysam B də bərabərdir olacaq 11. A ilə B-ni tapdıq. Deyir AB hasilini tap. 12 vurulsun 11. 11, 12, 12. 132. Belə olacaq. Növbəti. Üçüncü. 0, 2, 5-dən ibarət bütün 2 rəqəmli ədədlərin cəmini tapın. Yazıram 20, 50, 22, 55, 25, 52. 55 idi bu da. Ədədlərimizi tapdıq. 157 burada. Üstə gəlinsin 67 də orada. Olacaq 224. Bu formada. Növbəti sualımız x vurulsun x minus kök 5 bərabərdir 0. Kökləri hasilini tap. Biz bilirik ki ayrı-ayrılıqda 0-a bərabər eləmək lazımdır. X bərabərdir kök 5. 0 vur kök 5 də bərabərdir ilə 0-ın özünə. Növbəti sual. C bərabərdir 2 olarsa 3C üstə gəlinsin 2 vurulsun 3 minus C-ni tapın. Qiyməti qoyuruq yerinə. Olacaq nə? 3 vur C üstə gəlinsin 2 vur C nədir day? 3 vur 2 üstə gəlsin 2 vurulsun 3 minus 2. Mötərəzənin içi 1, bura 6. 6 üstə 2 bərabərdir 8-ə. Növbəti sualımız olacaq 6-cı. Deyir, mərtəbələr arasında 20 pilləkən var. Yəni, birinci mərtəbədən ikinci mərtəbəyə qalxanda 20. Və belə də davam edir. Birinci mərtəbə ilə 8-ci mərtəbə arasında neçə pilləkən var? Bilirik ki, məsafə düz xətt boyunca sayılanda bir dənə əsik götürülür. Məsələn, desək ki, 1-dən 4-ə qədər məsafə tapın. 1, 2, 3. Deməli, 8-ə qədər də tapılanda 7 məsafə olur. 7 vurulsun 20, eləyəcək 140. Növbəti sualımız. Sahəsi 320 olan paraleloqramın uzunluğu 16 olarsa, ona çəkilən hündürlüyü tapın. S bərabərdir AH, yəni 16 vurulsun H bərabər 320. H bərabərdir 20 etmiş olar. Növbəti sual 15 üstə gəlinsin x bölünsün 4 bərabər 5. Kökdəndir 10 vahid böyük olan ədədi tapın. Bunu tapın. Altına bir dənə 1 atırıq. 15 plus x bərabərdir 20. X bərabər 5. 10 da üstünə gələndə eləyəcək neçə? 15. Növbəti sual. Yolun deyir 40% düzənlik. 40% düzənlik. 26% dağ. Qalan 102 kilometr isə çaydır. Biz görək neçə faizdir bu. 66%-im artıq istifadə olunur. Qalıb 34%. 34%-ə 102. Dağa, yəni 26-ya x. Bizdən dağı soruşur. X bərabərdir. 26 vurulsun 102 bölünsün 34. 3 dəfə olacaq 8, 78.
78 kilometr dağın uzunluğudur. Növbəti sualımız 10-cudur. 4-cü dərəcədən 6 çıxılsın 20. 4-cü dərəcədən 6 üstə gəlsin 20. N dərəcənin altına salıram. 6 minus kök altında 20. 6 plus kök altında 20. Müxtəsər vurma düsturuna oxşayır. A minus B, A plus B. Yəni 36 çıxılsın 20. Təbii ki 4-cü dərəcədən. 4-cü dərəcədən 16. 16 2 üstü 4 olduğu üçün o da eləyəcək neçə ilə? 2-nin özü. 11-ci sualda bir dənə çökü üçbucaq verib bizə. Alfa verib, beta verib, gamma verib, x verib. Bilirik ki, çökükdə alfa üstə, beta üstə, gamma bərabərdir elə x-in özünə. Yazıb x minus alfa 120-dir. X minus beta yazaq x minus alfa bərabər 120. X minus beta bərabərdir 110. X minus gamma da bərabərdir 100. Mən bunları alt-alta toplayıram. Olur 3x çıxılsın alfa plus beta plus gamma bərabərdir 330. Alfa plus beta plus gamma x idi deyə bunun yerinə x yazsam olacaq 2x bərabər 330. Deməli x da bərabərdir 165-ə. Növbəti sual 12-cidir. 12-ci sualda bir üçbucaq verib bizə. Buradan bir dənə belə xət verib, bunları bərabər verib, buranı 27 verib, buranı x verib, buranı da 46 verib. Əslində hər şeyi verib. 180-dən çıxarıq 46-nı 134. Böldük 2-yə, çünki bu bucaqla bu bucaq bərabər olur. Olacaq 60, 12, 14, 7. 67, 67. Bilirik ki, iki daxili bucağın cəmi özünə qonşu olmayan bu xarici bucağa bölür. Ya da 67-nin qoşusunu tapıb daxildən də gedə bilərik. X plus 27 bərabər 67, x bərabərdir 40. Bitdim. Növbəti sual. Çevrənin uzunluğu 24 pi olarsa C bərabərdir 24 pi. Radiusu tapın. 2 pi r-dir düstur. 24 pi. Pi'lər gedir. R bərabərdir 12. Növbəti sualımız. Kitabın deyir 400 səhifəsi var. Onun 4də 3-ü oxunubsa, neçəsi oxunmamış qalıb? 4də 3-ü oxunubsa, 4də 1-i oxunmamış qalır. Yəni 400 vurulsun, 4də 1 eləyəcək 100. Növbəti sual 15-cidir. Verib nə? 19, 29, 39, 49. M bərabərdir 39, 49, 59, 69. K da bərabərdir 29 ilə 39. Deyir, hansı digərinin alt çoxluğudur? Alt çoxluğun qaydası nədir? Hər hansı bir A çoxluğu əgər B çoxluğundan təşkil olunursa, yəni ən azı B çoxluğundan, boş çoxluğu da ola bilər, ən az bütün elementlər B çoxluğunda varsa, A-ya B-nin alt çoxluğu deyilir. Yəni 29 harda var? Burada var. 39 da var. Deməli K alt çoxluğudur. Nəyin? N-in. K alt çoxluğuymuş. Getdik 16-ya. 16-da nə deyir bizə? Bir dənə üçbucaq var, bir dənə də ona oxşar üçbucaq var. Bunun A1-i bərabər 12-yə, bunun A1-i bərabər 16-ya. Bunun perimetri 60 olarsa, digərin perimetrini soruşur. Biz bildik ki, tərəfləri K qədər, perimetrlər də K qədər bölünür. Yalnız sahələri K-nın kvadratı qədər idi. Onda deməli getdi irəli. 12 bölünsün 16 bərabərdir 60 bölünsün x. 12x bərabər 60 vur 16. İxtisar getsə 5 dəfə x bərabərdir 80. 80 imiş. Növbəti sualımız 17. 6x-in kvadratı çıxılsın 6y-in kvadratı bərabərdir a. X minus y, x plus y. A-nı tap. 6-nı çıxartdım. X kvadrat çıx y kvadrat. O deyilir 6 x minus y, x plus y. Kör da bilir, kar da bilir ki, a bərabərdir 6 olar. Növbəti sualımız qəşəng bərabərsizlik sualıdır. 2x üstə gəlinsin 5 kiçikdir 9-dan.
Bir dəfə olduğu kimi, bir dəfə necə işarəsi ilə əksinə çıxartdıq. 2x kiçikdir 4-dən, x kiçikdir 2-dən. 2x böyükdür -14-dən, x böyükdür -7-dən. -7-dən böyükdür, 2-dən kiçikdir. Kəsişdiyi yeri götürək. Neçə tam həlli var? -6, -5, -4, -3, -2, -1, 0, 1. 6 da burada, 2 də burada. 8 dənə həlli var. Növbəti sual 19-cudur. Ölçüləri 8, 25 və 4 olanın həcmini tapın. V bərabər ABC, yəni 8 vur 25 vur 4. Necə 800. Növbəti sual 20-cidir. X-in kvadratı üstə y minus 3-ün kvadratı bərabərdir 49. Çevrənin diametrini tapın. Düsturu yazıram. X minus x1-in kvadratı, y minus y1-in kvadratı bərabərdir r kvadrat. Kör da bilir, kar da bilir. R kvadrat əgər 49-dursa, r bərabər 7, deməli diametr də 14-ə bərabərdir. Növbəti sualımız 21-dir. Sual belədir. 4m minus 3 bölünsün 6m çıxılsın m minus 2 böl 6m üstə 6m-də 1. Sadələşdir. 6m 4m minus 3 çıxılsın m üstə 2 üstə 1. 3-lər apardı. 4m-dən m çıxanda 3m bölünsün 6m. M-lər də getdi. Cavab qaldı 2-də 1. Növbəti sualımız 22-cidir. 22-ci sualda nə deyir bizə? Bərabəryanlı bir trapesiya verib. Və bu trapesiyanın orta xəttin verib 6. Bərabəryanlı verdiyinə görə mən bir dənə orta xətt, buradan bir dənə hündürlük çəksəm, burada elə orta xəttə bərabər olur, yəni 6. Diaqonalı oturacağından 60 dərəcə bucaq əmələ gətirir. 60 dərəcə, tez buraya yazıram 30 dərəcə. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni bura 12-dir, bura 6 kök 3-dür. Prosta yazdıq da getdi. Sonra iti bucağı 60'dır. Biraz məntiqsiz oldu bu. Çünki mən özüm məntiqsiz yazmışam. Üzrü sayın uşaqlar, burada 1-2 kiçik dəyişiklik olacaq. Diaqonalla bu əmələ gətirir 30 dərəcəli bucağı. Buranı verib 6, bura isə 60 olduğunu verib. Onda burada 30'dur. 60'ın qabağındakı dərəcə əgər 6-dırsa, yəni A kök adlı 3'üm 6-dırsa, A bərabərdir 2 kök 3'ə. Yəni bura 2 kök 3'dür. Onda 60'ın qabağındakı 2 kök 3'dürsə, 30'un qabağı 2'dir. Bura 4'dür, 4'dür. Bizə deyir ki, perimetrini tapın. Biz bildik ki, orta xəttdə 6'dır. Yəni A plus B bölünsün 2 6'dır. Yəni A plus B neçədir? 12'dir. Kənarlarda da 4 4'üm var. Yəni 8'im var. Cavab elədi 20. Növbəti sual 23. 2 zər atılır. Bilirsiniz ki, 2 zər atılanda 36 hadisə var. Birincinin ikinciden bir vahid böyük. Gəlin yazaq. 6 olsa 5 olur. 5 olsa 4. 4'də 3, 3'də 2, 2'də 1. Əgər soruşsaz ki, niyə müəllim tərs səslərini yazmırıq, normalda yazırdıq. Burada konkret deyir ki, birinci ikincidən böyük olsun. Ona görə yalnız bu halları, yəni 5 halı götürürük. 36'da 5. Növbəti sualımız isə 24'dür. 300 nəfər var deyir, 225'i səs verib. Neçə faiz insan səs verib? Vuracaq 100'ə. Sıfırlarımız getdi. 225'i bölək 3'ə. 7 dəfə 21, 15'in içindədir day 5 dəfə 75% insan səs verilmiş. Növbəti sualımız isə bir həndəsə sualıdır. Deyir ki, eni 18, uzunluğu 24 olan otağa ən azı neçə kvadrat şəkilli kafel düzmək olar? Ən azı dediyinə görə əkobdan istifadə edirəm.
18, 24. İkisinə də 6 gedir. Daha doğrusu ən azı necə kvadrat şəkilli deyir, hə. Ortağı götürməliyik, əbubu götürməliyik. Əvvəl 3, 4. Deməli, bura 3 yerə bölünəcək, elə düz bölmüşəm. 3 yerə bölünəcək, 4 yerə də bura bölünəcək. Deməli, 6, 6, 6 olan 6 santimetr, 6 santimetri kvadratlara bölünürlər də. Bunlar elə bil eni uzunu sayılır. 6 ilə 6 yan var. Neçə dənə? Burada 3 dənədir, burada 4 dənə. 3 vurulsun 4, əslində 12. Belə də tapmaq olar. Belə suallarımız bu qədər. Sağ olun, salamat qalın.